Herkese salam. Uzun müddətdir bu ferma oyununu oynayıram. Artıq belə deyim sizə qazanclarımı və digər şeyləri sizə göstərmək istəyirəm. Deməli belə, ilk olaraq girdikdə, yəni çiftlik hissəsinə girirsiniz. Yəni birinci dəfə qeydiyyatdan keçənlər bağça hissəsinə basırsınız. Yəni bağçanı göstərim burada. Bağçaya bastınız. Burada sizə birinci ödənişsiz toyuq verəcək. Qeydiyyatdan keçəndən sonra ödənişsiz bir dənə toyuq verəcək. Bir də bu hissədə girib çiftlik götürürsünüz, ödənişsiz. Bunlar nə işə yarayır? Toyuq sizə, bahçədə toyuq sizə hər gün yumurta qazandırır. 8 saatdan bir taleplərə basırsınız burada. Giriş edirsiniz və tapşırıq kimi burada təmizləyirsiniz və yemək verirsiniz. Yemək də budur, paket, bəsləmə. Basırsınız üstünə verir. Daha sonra burada işlemi var. İşləmə basdıqda yumurtanın qiymətlərini məsələn seçirsiniz. Hal-hazırda deyək ki, USDT çevirək. Qiymətlər qalxıb yumurtanın. Bir yumurta olub hal-hazırda neçədir? 47 sent. Əvvəl 38 idi, indi 47 sent. Getdikcə də qalxır. Məndə hal-hazırda 12 dənə var. Nə qədər? 5 dollar. Qəşəng. Burada benim hissəsi var. Bura girirsiniz, benim hissəsinə. Burada yuxarıda görəcəksiniz. Bu dili burada dəyişə bilərsiniz. Burada USDT ya TRX kimi göstərməyi dəyişə bilərsiniz. Detaylar hissəsinə basdıqda burada sizin olan pullarınız görsənəcək avtomatik olaraq hansından nə qədər var. Sizə hədiyyələr verəndə detaylardan baxıb bilə bilərsiniz. Sonra bakiyeniz burada göstərir. Varlıqları, kar raporu burada baxa bilərsiniz. Varlıqlara girək. Yəni, buradan görürsünüz harcamalar. Məsələn, hepsindən də harcama. Satın alma, para çəkmə, para çəkmə, para çəkmə, tavuk satın alma. Yəni, bunu ən çox alıram, pul çəkirəm, alıram, pul çəkirəm. Çünki yatırımı artırmaq istəyirəm ona görə. Kar raporuna baxaq. Hal-hazırda 50-nin 50-yədir. Yəni, çiftlikdən 10% hələ ki karı çıxartmamışam. 50% də yumurtada hələ ki karı çıxartmamışam. Bu belə göstərir. Əslində mən daha çox yatırım edirəm, yatırımı artırıb yatırım edirəm. Daha çox çiftlik. Buradan girib çiftliklər alıram. 10 yumurtaya ya da ki 100 yumurtaya. Çünki o qısa müddətli və daha çox verir. Belə deyim, 5 dənə toyuq alanda bir dənə çiftlik alın. Buradan girib 5 dənə toyuq alanda bir dənə heç olmasa çiftlik alın hər dəfə ki yatırımınız daha çox olsun. Belə daha sürətli və daha çox qazana bilərsiniz. Mayanı çıxartma biraz uzun zaman ala bilər. Bir də referallardan qazanc əldə edirsiniz. Hər referalınızdan belə deyim sizə faiz gəlir. Referalından da belə faiz gəlir. Burada mən sizə göstərmək istəyirəm. Ümumi belə sadəcə məlumatı burada göstərmək istəyirəm. Çəkmə işləmi necə aparılır. Yenilə hissəsindən pulu yatızdırırsınız. Yeniləyə basırsınız. Para birimini mən məsələ görüm TRX hissəsiz ki, TRX-də komissiya yazdı. Lütfən, məsəl üçün deyək ki, 100 TRX ya neçə TRX yazırsınız, yükləmə basırsınız. Bu adresi kopyalayırsınız, gedirsiniz Binance-da ya Mex-də ya nə bilim hansı birjanız varsa, Bitgetdə digərlərdə ola bilər. Oradan göndərirsə həmin bu adresi. O da gəlir bura. Balansda göstərir. Balansda göstərdikdən sonra çiftlik hissəsinə girirsiniz. Buradan bağça hissəsinə girirsiniz. Burada satın alma hissəsi var. Oraya girirsiniz. Və 12 tam %75 TRX-də alırsınız. Burada kurallar da var. Kurallara girib baxa bilərsiniz. Misal üçün aşağıda burada göstərir. Bir toyuq neçə yumurta verir? Məsəl üçün 5 toyuq 8 yumurta verir. 7 toyuq 1 yumurta verir. Yəni 10 toyuq 1,4-dür. Və belə qalxır. Onları da sonra burada işlem hissəsinə basıb yumurtaları dəyişə bilərsiniz. Gələk benim hissəsinə. Burada çəkim göstərmək istəyirəm sizə. Çəkim necə olunur? Çək hissəsinə basırıq. Göstərim belə. Çək hissəsinə basırıq. Buradan adresi seçməlisiniz. Məsələn, seçirəm mən TRX, əsasən TRX-dən göndərirəm ki, daha sərfəli olsun. Burada sizin göndərəcəyiniz adresi Binance-da ya hardasa olan adresiniz varsa, orada cüzdana girib oradan
depozit eləməkdə basanda adresi verir sizə. Adres seçib buraya yapışdırırsınız. Qiyməti girirsiniz. Məsəl üçün 19 deyək, yəni nə bilim 20, 30. Burada göstərir. Çəkmə. 19 TRX 5, 19 TRX arası çəkə bilirsiniz. Ücrətli 1 TRX-dir. Çəkim edirsiniz rahat, maksimum 20 TRX burada göstərir. Rahat çəkim edirsiniz. Və ondan sonra istifadə edirsiniz. Daha sonra sizə burada nəyi göstərəcəm? Əsasən heç bir şey yoxdur. Əsas fikir verəcəyiniz yer takımdır. Benim hissəsidir, bir də çiftli hissəsidir. Sizdə ingilis dilində olacaq deyil. İngilis dilində olduqdan sonra bu may yazılır. Bura girersiniz və burada dili dəyişərsiniz ki, rahat olsun. Hər şeyə baxa biləsiniz. Çiftli hissəsində ki, burada bahçe və çiftli hissəsinə girə bilərsiniz. Dəyişimdə də girib yumurtanı dəyişə bilərsiniz və işləmlərə girib dəyişə bilərsiniz. Satılıyor da. Burada sizə verilən bonuslar olacaq. Admin Telegramda qrupumuzda qaşılın. Orada admin tərəfindən. Onu burada satırsınız. Məsəl üçün satın aldı. Yəni, yumurta, məsələn, TRX-i mənim balansda yoxdur. TRX-i buradan alırsınız. Əgər təklif ediliyor yazırsa satdı. Məsələn, burada TRX-i yumurtanı satıb TRX alırsınız. Belə işləmdə daha çox edə bilərsiniz. Amma bu hissə, iki hissə sadəcə bu sistem tərəfindən sizə verilən hədiyyələrdə girib eləməlisiniz. Yoxsa orada arxada qalır. Daha sonra sizə göstərəcəyim. Bugün hal-hazırda etkinliyi $3 nə etmək olar? Adminin paylaşımıdır. Yəni, bir fincan deyir qəhvə ala bilirsiniz, yoxsa qızıl yumurta qoyub toyuq yetişdirə bilərsiniz. Məsəl üçün, deyir 100 toyuq olur, mənfəət indeksi xeyli yaxın. Toyuq fermanızı yaxşı inkişaf etdirin. Bir toyuq 100 toyuq olur. Yəni, bir toyuğunuzu 100 toyuq eləyə bilərsiniz. Bu yavaş-yavaş qalxan sistemdir. Burada kalkulatorlar var. İstənilən vaxt ticarət platformu və burada kalkulatorlara girib hesablamalar apara bilərsiniz. Eyni zamanda buna da baxa bilərsiniz. Məsəl üçün, 2 dostunuzu dəvət edəsəz, özünüz referal kimi 2 dostunuzu dəvət edəsəz, orada $2 alırsınız və yumurta komissiya alırsınız. Ümumiyyətlə, onlardan da komissiya əlavə gəlir. 10 toyuq, bir dostunu 10 toyuq almağa dəvət edir. 10 toyuq aldıqda, onlardan gələn komissiyalardır bunlar. Dostlarınızdan neçə toyuq alsa, onlardan sizə gələnlərdir. Bunları da oxuya bilərsiniz. Bir də ki, sizin dostunuzdan dəvət elədiyiniz dostunuz. Ondan şarj edə qrubu bir yumurtan pustada. Yəni, dəvət elədiyiniz dost, 2 dənə dost dəvət edeyim bir gündə, onun hərəsinə 2 nəfərə görə sizə $2 hədiyyə verəcəklər. Belə deyim. İlk ölçülü toyuq qəfəs alışına 5 pulsuz yumurta əldə edin. İlk dəfə böyük bir toyuq hinə alana 50 yumurta əldə edin. Yəni, böyük 100 yumurtalıq bir çiftlik aldıqsa, o çiftlikdən 50 yumurta sizə hədiyyə veriləcək. 2 nəfər və ya daha çox dəvət edin, toyuğunu 2 USDT qazanın. Minimum gündəlik 3, heç olmasa başlasınız ya 3 toyuqdan başlaya bilərsiniz. Burada girib məlumatlarda oxuya bilərsiniz. Qrup məlumatlarını da sizin üçün paylaşıram. Yəni, link buradadır, orada da paylaşacağım. Rahatlıqla girib istifadə edə bilərsiniz. Videonu bəyəndinizsə, bəyən düyməsinə basa bilərsiniz və kommentdə yaza bilərsiniz. Çiftlikdə bir də bu hissəni deyim. Benim Lukeyk hələ ki bu açılmayıb. Mən çiftliklərim bunlardır. Yəni, xeyrat çiftliyim var 8. Bunlar yenə çiftliklər alacağım bu bitdikdən sonra. Bu şanslı mağaza açılandan sonra buradakı yumurtalardan istifadə edəcəyik. Hələ ki gələcəkdə açacaq. Çiftlik hələ ki uzun müddətli gedir. Yəni, haradasın baxsa 3-4 ayda gedir. Heç bir problem yoxdur. Burada az-az qazanırsan və daim qazanırsan. Yəni, yaxşı cəhəti odur. Özünüz də belə içərisinə daxil olub hər şeyə baxa bilərsiniz. Xoşunuza gəlsə yatırım edə bilərsiniz, gəlməsə də etməyə bilərsiniz. Və bu yatırım məsləhəti deyil, özünüz bilən məsləhəti, yəni istəsəz eləyin, istəsəz eləməyin. Bu sizin seçiminizdir. Sağ olun.